Herkese salam, kanala xoş gəlmisiniz. Bugün magistraturaya hazırlaşan tələbələr üçün qızıl dəyərində bir video hazırlamışam. Magistr qəbul imtahanlarında indiyə qədər ən çox istifadə olunmuş və qarşınıza çıxma ehtimalı ən yüksək olan 25 məntiq sualının ətraflı izahını verəcəm. Keçməzdən əvvəl kiçik bir elan edeyim. Bu videoda izah etdiyim sualların PDF formasını və gündəlik ödənişsiz sınavları Telegram kanalımızda paylaşıram. Orada bilmədiyiniz sualları atıb bir-birinizə kömək edə bilərsiniz. Linki aşağıda qeyd etmişəm. Bundan əlavə TikTokda hər gün canlı yayım açıb illər üzrə qəbul suallarının canlı izah edirəm. Mütləq izləyin ki, dərsləri qaçırmayasınız. Hazırsınızsa birinci sualdan başlayaq. Verilən kubun ixtiyari çevrilməsi nəticəsində alınan kubu tapın. Kubun 6 üzü də fərqlidir. Burada önəmli olan birinci üzlərin vəziyyətinə baxmaqdır. Baxaq. A variantında, A variantı düzgün variantdır. B variantına baxsaz, nöqtə üstəgəldən uzaqdadır. Amma burada nöqtə üstəgələ yaxındır. Ona görə B variantı düzgün cavab ola bilməz. İkinci, burada baxıram ki, nöqtə bu qaradan, bu qara üzdən uzaqdadır. Amma Y variantında bu qaraya yaxındır, fikir verirsiniz. Yəni bu tərəflərdə olmalı idi. Ona görə Y-ni də silirəm. Demək, qaldı A, C və D variantları. D variantına baxıram ki, nöqtə də olduğu kimi qalıb, yuxarı üzdə olduğu kimi qalıb, amma bura başqa bir üz veriblər. Ola bilərmi? Xeyr, ola bilməz. Bu ancaq döndərmə nəticəsində ola bilərdi. Bu üzün heç bir vəziyyəti dəyişməyib. Hamısı olduğu kimi qalıb. Ona görə burada üstəgəl olmalı idi. D variantı ona görə səhvdir. İndi qaldı ya C və ya da A variantı. C variantı niyə görə səhvdir? Kubun məsələn açılışını yazaq. Burada gördüyümüzü yazırıq. Üstəgəl burada nöqtə bu şəkildə düşür və diaqonal üzrə belə qara xətlər var. İndi fikir versək ki, üstəgəl yuxarıya gedib. Yəni bunu yuxarıya doğru aşırdıblar. Və bu qara nöqtə burada deyil. Demək ki, bunu 180 dərəcə fırladıblar. 180 dərəcə fırladıblarsa, onda bu gördüyünüz üz var ha. Bu tərəfə fırlatdım. Bu şəkildə qaldı. 90 dərəcə. Bir dənə də fırlatdım, oldu 180 dərəcə. Necə qaldı? Olduğu kimi. Yəni bu əslində olduğu kimi qalmalı idi. Bu şəkildə. Amma C variantında necədir? Bu şəkildədir. Yəni bu səhvdir. Belə olsaydı, hə, ola bilər, doğruydu. Amma belə deyil. Ona görə C variantı səhvdir. Düzgün cavab A variantı olmuş olacaq. Növbəti ikinci suala baxaq. İkinci sualda bu cür sualları işləməyin qaydası nədir? Gətirirsən, hamısına X, Y, Z yazırsan. X, Y, Z. Bu şəkildə yazırsan. Onda bura Y-dir və bura düşəcək Z. Burada Z. Burada Z. Bunu yazandan sonra baxırsan vəziyyətə. Məsələn, bu 3 dənəyə görə baxaq. Onlar harda var? Burada var. Daha sonra harda var? Burada var. Bir də burada var. İndi fikir verək ki, 2-2 başlamalıdır. Y, bu da Y ilə başlayır. Onda demək Y neçədir? Y 2-dir. Bəs yaxşı, digər yerdə qalan nə ilə başlayıb? Z ilə. Z ilə başlayıbsa, onda Z də 3-dür. Aha, Z 3-dür. Geriyə bir dənə X qalır. X-in də dəyəri 1-dir. İndi gətirirəm ABC-ni tapıram. A-da nə var? Z. Z neçə idi? 3. Demək ki, A-nın dəyəri 3-dür. B-yə baxıram. X. X-in dəyəri neçə idi? 1. Ona görə B 1-dir. C-yə baxıram. C nədir? Y. Y-i də 2 tapmışdıq. Demək ki, düzgün şəkildə yazdıq. İndi ABC ardıcığı ilə düzmək deyir. 3, 1, 2. Cavab 312 eləmiş olacaq. Yəni, bu sualları rahat işləməyin qaydası budur. Hər bir fiqurun burada güzgü əksi verilib. İndi bunlara əsasən baxmalıyıq.
Fikir verək ki, onsuz da yuxarı dairədir. Dairəyə əsasən işləyə bilmərik. Bunlara baxaq. Bu tərəfə baxan üçbucaqların sayı nə qədərdir? 1, 2, 3, sonra 4, 4 dənə. Demək ki, bu tərəfə baxan 4 dənədirsə, indi baxaq görək digər tərəfə baxan üçbucağın sayı nə qədərdir? 1, 2, 3, 4, 5 dənə. 5 dənədirsə, onda demək buna bir dənə əlavə eləməlisən ki, bunların sayı bərabərləşsin, balans yaransın. Baxıram. Y variantında fikir ver, bu tərəfə baxır. Amma mənə hansı tərəfə lazımdır? Bu tərəfə. Ona görə Y səhvdir. D variantında 2 dənə bu tərəfə baxır. 5 idi, 7 olacaq. 7-nin 4-ə. Balans pozulacaq. D də deyil. C variantına baxıram ki, C variantında artıq 2 dənə bu tərəfə verib. Amma mənə 1 dənə bu tərəfə lazımdır. Çünki 2 dənə olsa, onda 6-nın 5-i olacaq. Yenə balans pozulacaq. Ona görə C də deyil. Amma A-da fikir ver. Bu tərəfə verib ikisini də. Ona görə düzgündür. İndi keçirəm. Digəri də nədir? Bu trapesiya yarısı deyək də. Ona görə işləməyək. Niyə görə? Çünki A-da da fikir ver. Hər ikisində eyni tərəfə baxır. Ona görə işləyə bilmərəm. İndi keçirəm dairələrlə işləməyə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Demək, bu tərəfə baxan 8 dənə yarı dairə var. Baxaq görə o tərəfə baxan neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. Demək, bizə neçə dənə lazımdır? 2 dənə lazımdır ki, bu tərəfə baxan sayları bərabərləşsin. İndi fikir verək, B variantında ikisi də bu tərəfə baxır. Amma məndə bu tərəfə baxan 8 dənədir. Ona görə B variantı səhvdir. Düzgün cavab A variantı olmuş olacaq. Növbəti suala baxaq. Burada deyir ki, hər üçbucağın içindəki ədəd ona qonşu olan iki dördbucağın içində yazılmalı olan natural ədədlərin hasilinə bərabərdir. X-in ala biləcəyi qiymətlərin cəmini tap. Bunu necə işləyirik? 7 nədir? Ya 1 vur 7-dir, ya da 7 vur 1-dir. Ona görə yazıram. 7 vur 1. 1 olacaqsa onda bu 1 vur 35 olmalıdır. 35. 7-ni də 35-ə vuranda 245 eləyir. Demək ki, x-in ala biləcəyi bir qiymət 245-dir. Digər qiymət də dedik nədir? Bura 1 verərəm, bura 7 verərəm. Onda 7-ni də 5-ə vuranda 35 eləyir. 5-i də 1-ə vuranda 5 eləyir. X-in ala biləcəyi digər qiymət də 5-dir. İndi bunun cəmini soruşur. Cavab 250 olmuş olacaq. 5-ci suala baxırıq. 5-ci sualda birinci x-i tapaq. X burada neçədir? 75 dənə cəmidirsə, onda 75 çıxılsın 35 üstəgəl 15 mənə qladiolus gülünü verəcək. O da eləyir 25 dənə. Demək ki, x-in dəyəri 25-dir. Daha sonra baxıram y-ə. Fikir verək 16, 8, 34. 34-dən biz 16 ilə 8-in cəmini çıxsaq y-i tapacağıq. O da 10 eləyir. Demək, y-in də qiyməti 10-dur. Daha sonra k-nı tapa bilərik. 35, 60, 10-un cəmi k-nı verəcəksə, onda k 105 eləyir. Sonra z-i tapaq. 25, 37, 16-nın cəmi z-i verəcəksə, z 78 eləyir. N də nəyə bərabərdir? 105, 78, 28-in cəmini. O da eləyir 211. Bizdən də nəyə soruşur? N çıxılsın z. N 211-dir. Z də 78-dir. Çıxanda qalır 133. Ona görə doğru cavab 133. 6-cı sual. 6-cı sualda arxa fonlara sütun üzrə baxırıq. İçəridəkilərə sətr üzrə baxırıq. Yəni, birinci ilə ikincini üst-üstə qoyursan, üçüncü alınır. İndi birinci ilə ikincini üst-üstə qoyanda biri belədir, digəri belədir. Yəni, tor alınır. Ona görə cavab A deyil, B deyil. Ya C-dir, D-dir, Y-dir. Daha sonra baxıram digərlərinə. Üçbucaq nə edir? Hər dəfə bu tərəfə fırlanır. Bu tərəfə fırlanır saat istiqamətində. Bu da həmçinin saat istiqamətində fırlanır. Bu da dairə fırlanmalıdır bu tərəfə.
Burada oldu, sonra burada oldu. İndi də burada olmalıdır. Ona görə bu şəkildə qara olmalıdırsa, C getdi. D-dir cavab. Y-də 2 dənə verib, 2 dənə verə bilməz. Ona görə Y də səhv. Düzgün cavab D variantı olacaq. 7-ci sual. Burada yerinə rəqəm qoyub da işləmək olar, amma birinci qaydanı bilmək lazımdır. Bəzən yerinə rəqəm qoymaq çətinlik yaradır. Ona görə qaydanı bilək. Bunu üçünü tərəf-tərəfə də vura bilərsiniz. İkili qruplaşdırıb elə də işləyə bilərsiniz. İkili necə? Bu ilə bunu tərəf-tərəfə vuraq. Onda nə qalacaq? Dairənin kvadratı vurulsun. Kvadrat vurulsun bu x. O da bərabərdir 28 vurulsun 24-ə. Daha sonra sən bunu bilirsən dəyərini. Bu neçə edir? Burada yazılıb 42. Onda dairənin kvadratı bərabərdir 28 vurulsun 24. 672 bölünsün 42. O da qalır 16. Onda dairə neçə qalır? 4 qalır. Gətirib yazırsan. 4 budursa 4'ü 7'ye vuranda 28 eləyir. 4 budursa 4'ü 6'ya vuranda 24 eləyir. Hamısını tapdıq. Cəmin soruşur. Bu 6 idi. Bu 7 idi. Bu da 4'dür. O da 17 eləmiş olacaq. 8-ci sual negativlik qaydasıdır. Fikir ver. Ağ bizə qaranı verir. Yazıram ki, ağla ağın cəmi bizə qaranı verir. Qara, ağı verir. Qara ilə ağın cəmi ağı verir. Ağ, qara, ağı verir. Ağla qara, ağı verir. Daha sonra qara ilə qara, qaranı verir. Gətirib yazıram ki, qara ilə də qara, qaranı verir. İndi suala tətbiq edək. Qara, ağ. Bizə nəyə verməlidir? Ağı. Onda demək, B getdi, C getdi. Qara, qara. Bizə nəyə verməlidir? Qaranı. Ona görə D də getdi. Və Y ilə A arasında fərq nədir? Buranın ağ və ya qara olması. Ağ bizə nəyə verirdi? Qaranı. Ona görə bura qara olmalıdır. Y-ni də silirəm. Düzgün cavab A variantı olmuş olacaq. Növbəti 9-cu sual. Bu sualda nə edirik? Fiquru çölə doğru açırıq, kəsilmiş yerlərdən. Ki, bunu çölə açsaq, bu şəkildə düşəcək. Bunu çölə açsaq, bu şəkildə düşəcək. Bu da həmçinin belə, bu da həmçinin belə. Bunu indi çölə açsaq, bu belə düşəcək. Bu kvadrat olduğuna görə yanlara doğru açılacaq. Bu da bu şəkildə açılacaq. Yəni düzgün cavab Y variantı olmuş olacaq. Çoxu burada B-ni götürür. B deyil. Çünki sən bunu içəriyə doğru qatlayanda bu şəkildə bağlamalıdır onu. Amma B-də bağlamır. Ona görə düzgün cavab Y variantıdır. 10-cu suala baxırıq. 10-cu sualda biz nə edirik? Birinci, bu üçbucağı saat istiqamətində fırladırıq. Üçüncünü almaq üçünsə bunun negativini tətbiq edirik. Yəni qaranı ağ, ağı qara edirik. İndi bunu bu tərəfə aşırdaq. Nə alınacaq? Deməli, bu elə bir ki, bu hissə yuxarıya gəlib düşəcək. Bura boşluqdur. Sonra olan 3 hissə qara göstərib, qara olacaq. Daha sonra bu küncdə olacaq. Bu şəkildə bölək birinci. Bu şəkildə bölək. Bu küncdə olacaq. Sonra ondan sonra boş qalıb, sonra bir dənə də qara var. Bu şəkildə olmuş olacaq. İndi fikir verək. Bunun negativini tətbiq edək. İndi variantlara görə də işləsək, B getdi, D getdi, C də getdi, A, Y düzgün görsənir. Negativliyini tətbiq eləsək, ağ qara olmalıdır. Ağ qara olub, ağ qara olub. Bu qaraların hamısı ağ olmalıdır. Bu qaraların yalnız biri ağ olub. Ona görə Y də səhvdir. Düzgün cavab A variantı olmuş olacaq. 11-ci sual. Elmin bir növü riyaziyyatdır, nəşrin də bir növü jurnaldır. Ona görə cavab C variantıdır. Bizə deyir ki, diaqramdakı göstəricilərə görə özəl ali təhsil müəssisələrinə qəbul olanlar ali təhsil müəssisələrinə qəbul olanların neçə faizini təşkil edir? Birinci biz baxırıq ki, 72% qəbul olmayıb.
onda yerdə qalan 28% qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olunanların faizi 28-dir. İndi bizdən nəyə soruşur da özəl. Özəl neçədir? 4.76. Yəni 4.76 28-in neçə faizidir? 4.76-nı 28-ə bölüb 100-ə vurmaq lazımdır. O da 17% düşəcək. Digər suala baxaq. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun variantı yazın. Bu aşağıya oxlar. Ya çıxmadı, ya bölmədi. Yuxarıya oxlar ya vurmadı, ya toplamadı. Burada qayda nədir? Fikir versəz ki, birinci ilə ikinci hamısında bölünürsə, bax fikir ver, hamısında bölünür. Onda demək ki, aşağı yox, bölmədi. Bölünməsəydi çıxma olacaqdı. Biri bölmədisə, digəri vurma olmalıdır. Yəni bölmənin qarşılığı vurmadır. Çıxma olsaydı qarşılığı toplama olacaqdı. 14 böl 7 2 eləyir. 2-ni 8-ə 16, 16-nı 4-ə 4, 4-ü 3-ə 12. Gətirib suala tətbiq edirəm. 21 7-yə 3, 3-ü 4-ə 12, 12-ni 6-ya 2, 2 də 3-ə 6. Ona görə düzgün cavab D variantı 6 olacaq. 14-cü sualı işləmə qaydası. Burada baxırsan ki, bunu nömrələyək. 1, 2, 3 və 4 olaraq. Fikir ver, birincini hara yazıb? Bu tərəfə. Demək ki, burada da həmçinin 1, 2, 3, 4 şəklində yazsa, birincini bu tərəfə yazacaq. Daha sonra ikincini hara yazıb? Aşağıya. Demək, ikinci aşağı gedəcək. Üçüncü yuxarıya yazılıb. Üçüncünü yuxarıya yazıram. Dördüncü də buraya yazılıb. Bunu buraya yazıram. İndi baxırsan ki, variantları hansında düzgündür. İkinci nədir? Budur. Baxıram ki, D getdi, Y getdi, B getdi. Ya A'dır, ya da C'dir. İndi burada dördüncü bu tərəfə baxandır. Amma burada bu tərəfə baxır. Ona görə A da səhvdir. Düzgün cavab C variantı olacaq. 15-ci sual. Fənər qaranlığı pozur, təbil də sakitliyi. Ona görə düzgün cavab A variantıdır. 16 piramida məsələsidir. Piramida gördünüzsə, avtomatik olaraq üçlü şəkildə işləməlisiniz. Yəni bu üçlünü 1 ayırırsan. Daha sonra bu üçlünü 1 ayırırsan. Və aşağıdakı 2 dənədən yuxarıdakını alırsan. 19-dan 14-dən 15. Piramida gördünsə, birinci bunu tətbiq edirsən. 19-la 14-ün rəqəmlər cəmi. 1-lə 9 10 eləyir, 1-lə 4 5 eləyir. Toplasan 15 eləyəcək. Yəni rəqəmlər cəmini toplayırsan. Onda sual 9-la 10-dur. Bu 9 eləyir, bu da 1 eləyir. 9-la da 1 toplayanda 10. Demək ki, düzgün cavab Y variantı 10 olacaq. 17-ci sual. 17-ci sualda fikir verək. Hər dəfə qara bu tərəfə doğru istiqamətlənir. Sonra bura keçdi, sonra bura. İndi sualda bura keçdi, bura keçdi. İndi buradan sonra yeri yoxdur deyə ən axıra keçməlidir. Ona görə D, Y, B-ni silirsən. Ya C-dir, ya da A-dır. İndi bunu iki cür işləyə bilərsən. Ya sətr üzrə, ya sütun üzrə. Sütun üzrə işləsən, fikir ver, sütun üzrə olanda dairə, onda ortada da dairə olmalıdır. Yəni yerləri dəyişmir, olduğu kimi qalır. Sətr üzrə işləsən, dairə buradaydı, buradan sonra bu tərəfə keçdi, yəni bura keçdi. Buradan sonra ortaya keçdi. Belə işləyə bilərsən. Məncə ən rahatı sütundur. Çünki bax dairə, burada da dairə. Düzgün tanmışdır. Burada dairədir, burada da nə verib? Üstə gəl. Onda birinci də üstə gəldi. Üstə gəl dairə olanda A variantı olacaq. C də səhv. 18-ci sual. 18-ci sualı işləmə qaydası variantlandır. Variant qoyub işləyirsiniz. İndi burada düzgün cavab A-dır. 1559. 1559 qoyanda onda A 5-dir. A 5-dir. 5 olacaqsa D neçə olmalıdır? 5-in üstünə ya 4 gələrsən ki 9 eləsin, ya da 5-in üzərinə 14 gələrsən ki 19 eləsin. Onda D ya 2-dir, ya da 7-dir. İndi fikir ver, 2 olsa 2 ilə 2-nin cəmi 4 edir. Amma burada 15 alınıb. Demək ki 2 ola bilməz. D-lər 7-dir. Gətirib D-yə 7 yazırsan. 9, 5 ilə 5 10 eləyir. Onun üzərinə y gələndə
14 eləməlidir ki, bu da bir yadda 15-i versin. Onda y-də 4. Aha, bu da 7 ilə 7 idi. O da 14, bir də buradan verdi 15. Şərtimizi ödəyir. Digəri niyə ödəmir? Məsələn, 1448 qoysaydım. 1448 qoysaydım əgər, onda A-lar 4 olacaqdı. A-lar 4 olacaqdı. 4-ün üzərinə ya 4 gəlməliyəm ki, 8 eləsin, ya da 18. Amma burada fikir verirəm ki, 8 ola bilməz. Çünki burada D ilə D-ni toplayıb 14 alıb. Demək ki, 2 rəqəmli ədədə gedir. Ona görə bu 18-dir. 18 olacaqsa, D-lər 7-dir. Aha, D-lər 7-dir. 4 ilə 4 8 eləyir. 8-in üzərinə nə gəlməliyəm ki, 13 eləsin. Bir də bu yaddan 14-ə versin. Təbii ki, 5-i gəlməliyəm. Demək, bu 5-dir. Burada 7 7-dir. 7 7 14 eləyir. Bu da bir yad verməlidir, 15 eləməlidir. Yəni əslində 1548 eləməlidir. Pozur bu. Ona görə B getdi. Bu şəkildə yerinə qoyub yoxlamaq lazımdır. Düzgün cavab A variantı olmuş olacaq. Gəldi heyvan məsələsinə. Bu sual da çox düşmüş suallardan biridir. Yazırıq ki, bizim əlimizdə nə var? Cökə var, çinar var, ağacları yazaq. Çinar, palıd, daha sonra fıstıq, şabalıd, şam və küknar. Demək, bu heyvanlar gizlənəcəklər. Birinci, ovçunu görən el cökənin. Eli cökəyə yazırıq. M çinarın, K palıdın, N fıstığın, C şabalıdın arxasında gizlənir. Və digərləri də boşdadır. İndi deyir ki, hər bir heyvan yerini yalnız ovçunu onun gizləndiyi yerə istiqamətlənəndə dəyişir. Heyvan digər heyvanların gizləndiyi yerə keçə, özlərinin axırıncı tərk etdiyi yerə qayıda və ovçu ilə yerini dəyişə bilməz. Gizlənmə imkanı olmayan heyvan ovçunun şikarına çevrilir. Ovçu birinci gedişdə Şamın. Ovçu demək burada Şamı yoxdur. Şamın arxasında heç kim yoxdur. Ona görə elə heyvanlar olduğu yerdə qalacaqlar. İkinci gedişdə heç kim Şamın yerinə keçə bilməz. Çünki ovçu Şamdan gəlir. Və hara gedir ikinci gedişdə? Cökənin. Demək, elin gedə biləcəyi bir dənə haradır? Küknar. Ona görə el bura gedəcək. Burada da ovçu gəlib düşəcək. Digərləri olduğu kimi qalacaq. N, C. Üçüncü gedişdə fıstığın. Fıstıqda kim var? N. Bura heç kim gedə bilməz. N hara getməlidir bir dənə? Bura qayıtmalıdır. Çünki Şam boşdadır. N, L, C. Burada ovçu olacaq. K və M. Boşda olan yerləri yazırıq. Dördüncü gedişdə hara gedir? Şamın. Şamın ətrafında kim var? N var. N demək buradan qaçmalıdır. O da hara qaçacaq? Birinci yerə qaçacaq da. Birinci yer boşdadır. M, K. Ovçu buradan gəlib deyə bura çıx qoyaq və L. Sonra 5-ci gedişə baxıram. 5-ci gedişdə çinarın. Çinarı hara yazmışıq? M-ə. M-in qaça biləcəyi bir dənə yer haradır? Bu boşluqdur. Yazdıq M, K. K. Burada çinara ovçu gedir. N. Bura ovçu qayıdır. Burada da L. 6-cı gedişdə haranı yoxlayır? Fıstığın. Fıstıqda kim var? M var. M hara getməlidir? Bu boşluğa getməlidir də. Ona görə bura qayıdacaq. M, L. Burada ovçu olacaq. K. Bura çıx. Burada da N şəklində yazacaq. 7-ci gedişdə cökənin. Cökənin arxasında kim var? N var. M-in qaça biləcəyi bir dənə yer haradır? Buradır. Ona görə M bura gəlir. Burada ovçu var. Burada K var. Burada çıx qoyuram. M və L şəklində yazıram. 8-ci gedişdə palıdın ətrafını yoxlayır. Palıdı hara yazmışam? Palıdın ətrafında K var. K buradan qaçmalıdır. K bir dənə bura qaça bilər. M, L. Burada da ovçu olacaq. N və çıx qoyuram. İndi 9-cu gedişdə hara getsə, deyir ki, şikar sahibi ola bilər. Yəni burada fikir ver. Baxırsan ki, bir dənə boşluq hardadır? Burada.
O boşluq da haran boşluğudur? Cökənin. Fikir ver ki, cökəyə gedə bilməyəcək heyvanlar kimdir? Onları çıxartmalısan. Yəni kim cökədən qayıdıb? Biri N-dir. Çünki N hardan qayıdıb? Cökədən keçib də bura. Bizə də nə deyirdi? Deyirdi ki, özlərinin axırıncı tərk etdiyi yerə qayıda bilməz. Ona görə biri N-dir. N hansı ağacdadır? Çınar. Demək ki, cavablardan biri çinardır. Yazırıq ki, 2 burada cavablardan biridir. Bir də kim qaça bilməz cökəyə? Məsəl üçün, baxırıq ki, kim gedib cökədən? Məsələn, el. El hara gedib? Kükünara. Cökədən kükünara gedib və həmişə də kükünarda qalıb. İndi o təzədən cökəyə qayıda bilməz. Çünki özünün axırıncı tərk elədiyi yer haradır? Cökə. Onda o da hardadır? Kükünarın. Demək ki, ovçu kükünarı yoxlasa, şikar sahibi ola bilər. Yəni, cavab 2 və 7 olmuş olacaq. Uzundur, həlli çox çətin deyil, sadəcə diqqətlə yazmaq lazımdır. Keçək 20-ci suala. Musa Elnarə oyun oynayır. Musa fikrində 3 rəqəmli bir ədəd tutur. Elnarə isə müxtəlif ədədlər yazaraq onu tapmağa çalışır. Musa Elnarənin yazdığı hər ədəd üçün plus və minus işarələri ilə ədədə nə qədər yaxınlaşmasını bildirən ipucuları verir. Sual işarəsi yazılan ədəddəki hər hansı bir rəqəmin axtarılan ədəddə eyni mərtəbə olduğunu, çıx isə fərqli mərtəbədə olduğunu göstərir. İndi baxaq bizə nələr verib. 257 ədədinə baxırıq ki, biri düzgün mərtəbədədir, biri səhvdir. Demək ki, bunlardan ikisi düzgündür, biri səhvdir. Yəni 2, 5, 7-nin ikisi düzgün rəqəmdir. 7, 8, 6-ya baxıram ki, onun ikisi səhv mərtəbədədir, amma ikisi düzgün rəqəmdir. Ona görə biri səhvdir, ikisi düzdür. 5, 6, 7-də isə biri düzdür. İndi fikir verirəm ki, burada da 7 axırıncıdır, burada da 7 axırıncıdır və onlar ikisi də plus qoyub. Demək ki, 7 düzgündür və düzgün yerdə yerləşir. Demək, yazıram ki, axırıncı 7-dir. Onda digərləri heç olmayacaq. 5, 6 olmayacaq. 5-i silirəm, 6-nı silirəm. Geriyə nə qalır? 2 düzgün yerdə deyil. Çünki çıx qoyub. 2 harda ola bilər ancaq? Ortada. Və bir dənə də 8 qalır. 8 səhv yerdədir, ortada. Ona görə başda. Düzgün cavab 827 olacaq. 21-ci suala baxıram. Bu sualı açaq birinci. Bu güzgü ilə onu açsam, güzgüyə yaxın olan yaxın yerləşir. Yəni bu da bu şəkildə düşəcək. Daha sonra bunu açmaq lazımdır. Bax, fikir versək ki, buradakı gəlib bura düşməlidir. Bu şəkildə olmalıdır. Başqa heç bir şey olmayacaq. Bu 2K nöqtəsidir. Onun yuxarısında 1K-dır. Bir də ən axırıncı, o haradır? 6N nöqtəsi. 6N nöqtəsi. Onda o cavab A variantı olmuş olacaq. 22-ci suala baxaq. 22-ci sualı açaq birinci. Bu şəkildə. Bu güzgü buradır. Güzgüyə yaxın olan yaxın düşür. Yaxın düşdü. Üz-üzə düşdü. Bu da bu şəkildə. Daha sonra güzgü xətti budur. Yuxarıya doğru açıram. Xəyali kəsiyi işləyərkən qatlanma ardıcıllığına diqqət yetirmək lazımdır. Bucaq açılanda nə olur? Romb olur. Bu keçdi bura. Bu ilə üz-üzə düşəcək. Bu da üz-üzə düşəcək. Bu da bu tərəfə baxacaq. Ona görə doğru cavab C variantı olmuş olacaq. 23-cü sual. Tərəzi sualıdır. Gəlin hər dəfə fiqurları çəkməyim deyə belə yazaq. Buna A deyək, buna B deyək. Buna S deyək. Buna B demişik. Buna D deyək. Bu fərqli fiqurdur. Buna da Y deyək. Bu Y olur. Y. O da bərabərdir S, D-yə. Bu şəkildə və bizdən A-nı soruşur. İndi fikir verək ki, birinci bu ikisini toplayaq alt-alta. BD və Y. Bərabərdir nəyə? Y, C, D-yə. Buradan D-ni sildim, Y-ni sildim. Qalır nə? C bərabərdir B, Y-yə. Bunu tapdıq. Daha sonra isə gətirək burada S-nin yerinə B-Y-ni yazaq. AB bərabərdir B-Y. 2 dənə S olduğuna görə bir dənə də B-Y. Və burada B getdi.
Qaldı A nə? Y, B, Y. Bu şəkildə. İndi YB-yə nədir? Y hansı idi? Bu. Ortasından xətt gedən 2 dənə bundan, 2 dənə bundan, bir dənə də B-lik. Bir dənə də boş olan. Ortasından xətt getməyən. Burada baxıram ki, variantlarda elə bir variant yoxdur. Ona görə bunu da demək başqa cür yazmalıyıq. Necə yaza bilərik? Fikir ver ki, B ilə Y-nin birləşməsi sənə nəyi verirdi? B ilə Y, S-ni verirdi. Gətirib yazırsan Y, S şəklində. YS şəklində yazıramsa, görək varmı variantlarda? Y buydu, S nə idi? S də kvadrat idi. Bu şəkildə. İndi görək varmı variantlarda? Var. B variantı. Ona görə cavab B variantı olmuş olacaq. 24-cü suala baxaq. Bu sualın işləmə qaydasını yazırıq. Bax, bu tərəfə qatlanır, bu da bu tərəfə qatlanır. Y ilə Z-nın birləşməsi nəyi yaradır? Y ilə Z-nın birləşməsi A-nı yaradır. S ilə A-nın birləşməsi T yaradır. S-A birləşməsi T yaradır. Daha sonra Y ilə B birləşməsi, Y ilə B birləşməsi nə yaradıb? L yaradıb. Yəni, çünki bunu qatlayanda bu tərəfə düşəcək, bunu da qatlayanda bu tərəfə düşəcək də. Z ilə Y-nin birləşməsi. Bayaqlar yazdıq zaten Z-Y birləşməsi. A yaratmışdı. D ilə D-nin birləşməsi N yaradır. DD birləşməsi N yaradır. P və M birləşməsi M yaradır. P, M birləşməsi M yaradır. Y, Z birləşməsi A yaratmışdı. Bunu bilirik. Bir dənə qaldı C ilə U birləşməsi. C-U birləşməsi də Q-nı yaradır. İndi gətirib buna tətbiq edirsən. U ilə C-nin birləşməsidir. C-U birləşməsi nə idi? Q. Z ilə Y-nin birləşməsi A yaratmışdı. S ilə A-nın birləşməsi nə yaratmışdı? S-A birləşməsi. T-ni. Ona görə bura T-dir. Y ilə B-nin birləşməsi. YB birləşməsi nə yaratmışdı? L-i. Onda demək bura L-dir. Z ilə Y A-nı yaratmışdı. D ilə D N-i yaratmışdı. Daha sonra P ilə M nə yaratmışdı? P ilə M. M-i yaratmışdı. Bir də Y ilə Z A-nı yaratmışdı. Demək, sözüm olacaq qatlanma. O da B variantı. 25-ci suala baxırıq. Bir bitki əkildikdən sonra böyüməsi qrafiki göstərilib. Əkilən zaman bitkinin hündürlüyü neçə santimetrdir? Baxırıq ki, 3 həftəyə bu nə qədər boy atıb? 19-dan 31-ə qalxıb. O zaman o 12 santimetr boy atıb. Və 3 həftəyə 12 santimetr atıb. Burada da fikir ver, 3 həftəyə boyu nə qədər olub? 19. Onda 19 santimetr olubsa və 12 santimetr boy atıbsa, onda 19-dan 12-ni çıxacaq. O da eləyəcək 7 santimetr. Yəni, əkilərkən onun boyu 7 santimetr idi. Videonu izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Telegram kanalımıza da qoşula bilərsiniz. Linkini aşağıda paylaşacağım. Həmçinin TikTok kanalıma da abunə olub, orada məni canlı yayımlarda izləyə bilərsiniz. Həmçinin Instagram hesabıma da takib ata bilərsiniz. Çox sağ olun, təşəkkürlər.